Riyaziyyatseverlər, bu günləri olimpiada sualı ilə qarşınızdayıq. Gəlin keçək sualımıza. O mərkəzli çevrədə AB diametrdir. CD AB-yə paraleldir. AC CD-yə bərabərdir. ACD bucağını soruşur. Bizdən bu bucağı soruşur. Gəlin bu çevrə üzərində deyək. Birinci bunu böyüdə bilərik. Gəlin bu çevrəni deməli şəkildə yazaq. Deməli yaza bilərik. Buradan bunları birləşdirsək, C və B-ni birləşdirsək, biz bilirik ki, diametrə söykənən bucaq neçə dərəcədir? 90 dərəcə. Və burada əgər bu qövsləri 2 alfa bura desəm, 2 alfa bura desəm, 2 alfa ona görə deyirəm ki, işimiz rahat olsun, bura alfa olsun. Deməli, bura 2 alfa ona görə yazdım ki, vətərlər bərabərdirsə, qövslər bərabərdir. Bura 2 betdə deyirəm. Onda bu daxilə çəkilmiş bucağımız olacaq betdə. Və buradan alınır ki, bizə paralellik şərti verib. Paralellik odur ki, yəni çarpaz bucaqlar bərabərdir. Deməli, alfa betaya bərabər olduğunu alırıq. Onda bu yarım çevrəyə görə 6 alfa bərabərdir 180, alfa bərabərdir 30 dərəcə. Yəni betdə 30 dərəcədir. Onda 90-la bizdən ACD bucağını soruşduğuna görə 90 plus 30, bu da bərabərdir 120 dərəcə. Bunda cavabımız E variantı olacaqdır. Bizə də bir olimpiada sualı tapşırıram. Növbəti sual bizə verilibdir. Bu sualın həllini sizlərdən gözləyəcəm.